Veriliş niyə bağlandı ki? Vallahi mən bilmirəm axı. Verilişi bağlayan televiziya oturub orada özləri bağlayıb da. Nə bilim, nə deyim? Deyim veriliş niyə bağlamısınız? Dədəmin televiziyasıdır. Zaur Baxşəliyev müəllifi və aparıcısı olduğu Bizimlə Sən verilişinin bağlanma səbəbindən danışıb. Aparıcı verilişin niyə bağlandığı ilə bağlı suala belə cavab verib. Verilişi bağlayan televiziyadır. Dədəmin televiziyasıdır. Televiziyanın rəhbəri deyir ki, bağlayıram. Hə, bağlayırsan, Allah canını sağ etsin. İndi deyir, səni başqa cür görmək istəyirəm. Deyirəm, lap yaxşı. O vaxt evlilik proqramı aparırdıq. Vüqar Qaradağlı televiziyaya gələndə dedi ki, Zaur, mən səni başqa ampulada görmək istəyirəm. Evlilik proqramını bağlayıram. Dedim, tamam, mən də ciddi veriliş açaram. Qardaşım bərbər idi. Faiq Ağayev, Samir Bağırov onun yanına gəlirdi. Həm qadın, həm də kişilər üçün saç düzümü edirdi. 25 yaşında onu öldürdülər. Məndən 10 yaş kiçik idi. Ailəmin ən böyük faciəsi idi. Onu öldürəndə nə anam, nə də atam həyatda idi. Anam 52 yaşında xərçəngdən, atam isə 54 yaşında ürək xəstəliyindən vəfat etdi. Bu sözləri əməkdar artist Nahidə Orucova bir gün verilişində deyib. Aktrisa qardaşının qətlinin üstünün açılmadığını və bu hadisənin ömrü boyu onun üçün cavabsız qalan ən ağır suallardan biri olduğunu bildirib. Ömrümün sonuna qədər mənim üçün sual olaraq qalacaq ki, onu kim və nə üçün qətlə yetirdi. Başqa bir adam gedib həbsdə yatdı. Həbsdən xəbər göndərdi ki, mən öldürməmişəm. Çıxanda deyəcəyəm kim edib. Amma həbsdən çıxandan sonra xəstələndi və vəfat etdi. Biz də həqiqəti öyrənə bilmədik.